Açatası kinosundaki kimi. Salam hörmətli izləyicilərimiz. Binəqədidə yeni bir həyət evimiz satışa çıxarılır. Evimiz 3 otaqlıdır. Evimizi alana var pişik dərgiyə verilir. Qapıda öz anadın olub ha. Gəlin evimizdən yaxından tanış olaq. Evimizin həyət hissəsidir bu. Rahat bir maşınlıq həyəti var evimizin gördüyünüz kimi. Bura evimizin padval hissəsidir. Bu pişik buradan alınır. Bu padvaldan alınır bu pişik. Baxın. Bu evi alan həqiqətən bu gözəl pişiyin yiyəsi olacaq. Yaxından çək padvalı. Qəşəng sərgəli padval hissəsi var. Gəlin evimizdən yaxından tanış olaq. Pəncərədə şəbəkə pəncərələrdir. Buraya evimizin giriş hissəsidir, koridor hissəsidir. Beqon otağından başlayaq. Gördüğünüz kimi böyle beqon otağı var evimizin. Baxın, gözəl bir dənə avoyu var. Dekorlar var, demişik. Gözəl bir dənə vəziyyətlə, pəncərə, şəbəkə pəncərə, pəncərəsi həyətinə düşüb. Amma bizdən bir yerdə çəkilişə gəlir. Bu nə çəkilişə? Gələcək, qədər çəkək. Buraya evimizin mətbəx hissəsidir. Gördüğünüz kimi mətbəxin də pəncərəsi öz həyətinə düşüb. Hər şey yeri hazırdır. Gəl. Buraya evimizin yeni yatan otaqdır. Gördüğünüz kimi hər bir otaq fərqli avoylu. Pəncərəsi heç kimi həyətinə düşmür. Kombi yerləri hazır qoyulub. Və digər növbəti otaqda keçək. Burada evimizin növbəti otaqdır. Yenə fərqli avoylar gördüğünüz kimi. Pəncərə heç kimi həyətinə düşmür. Kombi yeri də hazırdır. Gəlin salon evimizə keçək. Geniş bir dənə salon yeri var evimizə. Evimizlə bağlı kiminlə əlaqə sualı olarsa və yaxud qiymətlə bağlı nə sualı olarsa direktimizə yaza bilər və əlaqə nömrəmizdən əlaqə saxlaya bilər. Evimizin alana bu pişik hədiyyə. Sağ olun diqqətinizə görə. Gəl pis.